Könüllü işi var yoldaşlar. Mən sizə təxminən 4 dənə bu tipli işdən bəhs etmək istəyirəm. Bunun biri Dövlət İmtahan Mərkəzindədir yoldaşlar. Belə bir işdir. Könüllü işidir. 16-25 yaşlı ali və yaxud da orta ixtisas təhsili olan daha doğrusu və yaxud da hal-hazırda təhsil alan Azərbaycan vətəndaşları üçündür. Bu birinci variant idi. Digər bir variant Matrix Akademiyadadır. Burada isə təcrübə proqramıdır, amma ödənişsizdir bu yoldaşlar. Yəni xəbəriniz olsun və part-time'dır, yəni yarım ştatdır. Yəni 8 saatdan azdır, 3 aylıqdır. Satış koordinatoru, tələbələrlə iş üzrə koordinatoru, layihə koordinatoru, talant mərkəzi koordinatoru kimi belə deyim də layihələri var, istiqamətləri var. Daha sonra iki variant daha qaldı. İki variantdan biri də Salut Marketinqdədir, agency-dədir, agentliyindədir. Deməli ümumiyyətlə bu layihələr sizə nə qazandıra bilər yoldaşlar? Real layihələrdə təcrübə, təlim və mentor dəstəyi, gələcək iş imkanları və rəy məktubu kimi fürsətlər verə bilər, faydaları toxuna bilər sizə. Sonra tələbələrlə iş, belə deyim, tələbələr üçün olan başqa bir variant var. Deməli, bu hardadır? Bu isə Paşadadır yoldaşlar. Daxili nəzarət üzrə təcrübə proqramıdır bu. Ali təhsiliniz varsa müvafiq sahədə, sonuncu kurs tələbəsinizsə və yaxud da 2024-ün və yaxud da 2025-in məzunusunuzsa, Excel yaxşı səviyyədə bilirsinizsə, 3 noyabrdan olur, təcrübə müddəti noyabr, dekabr, yanvar, fevral. Noyabr, dekabr, yanvar, fevral. 3 aylıq bir təcrübə proqramıdır yoldaşlar. Buna müraciət edə bilərsiniz. Daxili nəzarət üzrə təcrübə proqramıdır, amma ödənişsiz olmalıdır bu, yəni xəbəriniz olsun. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, qeyd edim ki, bunlar son 48 saatın vakansiyaları idi. Yəni siz düşünməyin ki, elə ancaq bunlardan ibarətdir. Digər sahələrdə də işlər var. Yəni ödənişli olan variantlar da var. Yəni vacib deyil könüllü olaraq işləyəsiniz. Digər variantlar da var. Ümumiyyətlə həm bu işlərə müraciət etməkdə istəyirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızdan çətinlik çəkirsinizsə bir sözlə, onunla bağlı əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildədir. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Toğrul Əzizoğlu kanala. Kanala daxil olduqdan sonra orada diqqət eləsəniz, əlaqə vasitəsi qeyd olunur profildə. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.